Bu dəfə də dolmanı badımcansız, sadəcə biber və pomidorla hazırladım. Orta yağlı ətimizi quyruqla birlikdə və soğanı da ayrı-ayrılıqda ət maşından keçirdirəm. Həm dana ətindən, həm qoyun ətindən istifadə edə bilərsiniz. Dana ətindən istifadə etsəniz mütləq quyruğundan da istifadə edin. Soğanı ayrı-ayrılıqda tavanın içərisinə əlavə edirəm. Suyu bir qədər quruyana dək qarışdırıram. Suyu quruduqdan sonra üzərinə bir xörək qaşığı dolu ərinmiş kərə yağı əlavə edib biraz hardasa bir 2-3 dəqiqə müddətində ocağımızda qarışdıraraq çevirirəm. Daha sonra isə ət maşından keçirdiyimiz quyruqla ətimizi əlavə edirik soğanın üzərinə və bunları da çiğliyi gedənə qədər əlimizi dayandırmadan qarışdırıram. Ocağın gür ateşində qarışdırıram ki, ətimizin kəfi çıxmasın. Qapağını da qətiyyən üzərinə örtmürəm. Suyu quruyandan sonra üzərinə zövqə görə duz, biraz qara siot əlavə edirəm. Qarışdırıram. Pomidorlarını da kənarda içərisinə oyub çıxardıram. Pomidorun içərisindən çıxartdığımız həmin o içlikləri də ətimizin üzərinə əlavə edirəm. Ətin üzərinə əlavə etməmişdən öncə biraz da üzərinə duz səpirəm, qarışdırıb ətimizin üzərinə əlavə edib bunları yaxşı-yaxşı birlikdə bir qədər də qovururam. Çalışın ki, suyu qalmasın, yağa düşənə kimi qəşəng qarışdırırıq. Sonda da bir dəstə ağ reyhanı xırda-xırda doğrayıb əlavə edirəm. Ətimizin üzərinə göyərtini əlavə edən kimi ocaqdan dərhal götürürəm. Pişirəcəyimiz qabın içərisinə də 2 orta boy pomidorun qabıqlarını soyuram və sürtkəcin iri gözündən keçirdirəm. Biberlərimizin də içərisini təmizləmişəm tumlarından. İçliklərinə ət doldurmamışdan öncə pomidorların və biberləri duzlayıram. Daha sonra isə hazırladığımız içlikdən dolmaların içərisini tam dolu-dolu doldururuq və bişirəcəyimiz qabımızın içərisinə yığırıq. Mən dolmaları sobada hazırlayacağım. Bu üsulu öyrəndikdən sonra qətiyyən ocağın üzərində, yəni qazda bişirmirəm. Hər zaman sobada bişirirəm. Çünki bu üsulla əzilmədən dən-dən qalır dolmalar. Üzərinə bolluca kərə yağı və yarım armud stəkandan biraz az su əlavə edirəm. Sobanın ən alt gözündə 220-250 dərəcə müddətində 1 saatdan 10 dəqiqə artıq müddətində bişirib götürürəm. Üzərinin çox qızarmamasını istəyirsinizsə, onda yarım saat sobada bişdikdən sonra üzərinə bir folqa yerləşdirin və tam hazır olana qədər bişirin. Bu üsulla dolmalarımız əzilmədən dən-dən qalırlar və çox ləzzətli alınırlar.